sonuncu hədisimiz Ənəs radiyallahu anhudan rəvayət olunur. An Ənəsin radiyallahu anhu qalə Cəə sələsətu rahtin ilə buyuti əzvacin nəbiyyi sallallahu aleyhi ve sellem yəsəlunə an ibadətin nəbiyyi sallallahu aleyhi ve sellem. Ənəs ibn Malik rəvayət edir ki, bir dəfə 3 nəfər Peyğəmbərin sallallahu aleyhi ve sellemin evinə gəlib, onun əhl-i əyalından, yəni ailəsindən Peyğəmbərin sallallahu aleyhi ve sellemin ibadəti barəsində soruşdu. Fələmmə uxbiru kəənnəhum təqalluhə. Bu haqda onlara xəbər verildikdə, onlar həmin ibadətləri özləri üçün az hesab etdilər. Yəni, kiçik gördülər, az. Və belə dedilər. Fəqalu, Əynə nəhnu minən nəbiyyi sallallahu aleyhi ve sellem, qadğufirə ləhu mə təqaddəmə min zəmbihi və mə təəxxara. Və belə dedilər. Peyğəmbərlə biz bir deyilik. Yəni, biz hara? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hara? Üstəlik Allah onun keçmiş və gələcək günahlarını bağışlamışdır. Keçmiş və gələcək günah bağışlamışdır. Belə olan halda onlardan biri dedi. Qalə əhəduhum. Əmmə ənə fəusallil leylə əbədən. Onlardan biri dedi ki, mən bundan sonra bütün ömrüm boyu gecələr namaz qılacağım, yatmayacağım. Fəqaləl əxar. Başqası dedi, digəri dedi. Və ənə əsumud dəhrə və lə uftir. Mən isə ömrüm boyu oruç tutacağım və heç vaxt orucumu açmayacağım. Yəni, hər gün oruç tutacağım. Və qaləl əxar və ənə ə'təzilun nisəə fələ ətəzəvvəcu əbədən. Üçüncü isə dedi ki, mən heç vaxt evlənməyəcəm. Qadınlardan uzaqlaşacağım və heç vaxt evlənməyəcəm. Fəcəə Rasulullah sallallahu aleyhi ve sellem iləyhim fəqalə Əntumul-ləzīnə qultum kəzə və kəzə. Allah elçisi gəlir onların yanına və deyir ki, bu sözləri deyən sizsiz. Əmə vallahi inni ləəxşəkum lillahi və ətqakum ləhu. Deyir ki, Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınız və ən təqvalınızam. Ləkinni əsumu və uftir və usalli və ərqud və ətəzəvvəcun nisə. Lakin mən buna baxmayaraq, həm oruç tuturam, həm orucumu açıram, həm namaz qılıram, həm yatıram, həm də qadınlarla evlənirəm. Fəmən rəğibə ən sünnəti fəleysə minni. Kim mənim sünnəmdən üz döndərərsə, məndən deyil. Buxari və Müslim rəvayət edib. Demək, qardaşlar, bu hədis həqiqətən də çox önəmli bir qaydanı bizim üçün açıqlayır. Deməli, birinci fikir verin. İlk növbədə bu insanların, yəni Mədinədən kənar yerdən, bir ərazidən gəlib, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ibadəti barədə soruşmaları yaxşı bir əməldir. Gözəl əməldir. Gəliblər və Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ibadəti və itaətləri barədə soruşurlar. Nə üçün? Ki, baxsınlar necə edirlər. Necə edir və ona tabi olsunlar. Lakin bunlar nə edir? Hədisin əvvəli yaxşıdır. Yəni, düzgündür. Sonra gör nə edirlər? Soruşandan sonra müqayisə edirlər. Öz ibadətlərini müqayisə edirlər. Yəni, burada səhv edirlər. Və səhv etdiklərinə görə də azırlar. Yəni, səhv söz işlədirlər və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gəlir onları düzəldir. Yəni, eşitdin Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ibadətləri barədə, itaətləri barədə, amma demək ki, bu azdır, Peyğəmbərin müqayisə edirlər və öz ağılları ilə yozurlar. Və fikir verin, buna görə də nə edirlər? Səhvə düşürlər. Lakin doğru necədir, düzgün necədir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizim üçün nümunədir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur. Onun hədisini eşitdikdə, onu dərhal nəynəsə yozmaq, nəynəsə müqayisə etmək, necə ki, hədis inkarçıları azmaqlarına səbəb budur. Hədis inkarçılarının azmaqlarına səbəb hədisləri öz ağıllarına görə ölçməkdir. Halbuki din sənin ağlınca deyil. Din sənin ağlından daha üstündür. Dini göndərən bu ağlı yaradan Allahdır. Və Allah Teala bilir sənin ağlı və Peyğəmbər göndərir və Peyğəmbər nümunədir.
Və ona görə də bunlar fikir verin, öz ağıllarını müqayisə etdiklərinə və ağıllarına ölçdüklərinə görə səhvə düşdülər. Və neynədilər? Bu onları həddi aşmağa apardı. Və biri dedi ki, mən demək, bütün gecəni yatmayacağam, biri dedi, mən ömrüm boyu oruç tutacağam, biri də dedi ki, mən demək, qadınlarla evlənməyəcəm. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunların bu sözünü eşitdikdə dərhal gəlir onların yanına və dəqiqləşdirir. Birinci dəqiqləşdirir. Yəni, bu da dəlalət edir ki, insan bir xəbər eşitdikdə dəqiqləşdirməlidir. Çünki səhv də ola bilər. Və deyir ki, belə-belə söz deyənlər sizsinizmi? Deyirlər, bəli. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onları neyniyir? Onları başlayır səhvlərini düzəltməyə. Deyir ki, siz səhv edirsiniz. Mən Allahın ən təqvalı quluyam. Ən çox Allahdan qorxanam. Lakin mən mən oruc da tuturam, iftar da edirəm. Namaz da qılıram, gecənin bir hissəsini yatıram da və həmçində evlənmişəm də. Özü də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir neçə qadınla evlənib. Yəni bir yox, bir neçə. Və sonra deyir ki, kim mənim sünnəmdən üz döndərərsə məndən deyil. Fikir verin qardaşlar. Əslində indi gəlin ağılla ölçsək, yəni öz naqis ağlımızla. Deyərik ki, burada nə var ki? Gecəni namaz qılır da, bütün gecəni namaz qılır kişi. Biz öz ağlımızla ölçək. Niyə görə mən? Amma elə deyil. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, mənim sünnəmdən üz döndərmiş sayılırsan. Yəni, namaz qılmaq, baxmayaraq ki, namaz qılır, amma yenə də həddi aşdığına görə sünnəyə deməli, üz döndərmiş sayılır. Digəri, oruç tutmaq. Oruç ibadətdir. Ağılla ölçək deyərik ki, hər gün oruç tutur da, lakin sünnədən üz döndərmiş sayılır. Evlənmir. Çünki ailə mane olur. İbadətə və s. yayındırır və s. Lakin bununla belə nədir? Sünnədən üz döndərmiş sayılır. Yəni, fikir verirsinizmi? Demək ki, qardaşlar, sünnədən üz döndərmək tək ibadəti tərk etməklə deyil, ibadətdə həddi aşmaqla da olur. Yəni, ibadətdə həddi aşmaq da nədir? Demək, sünnədən üz döndərməkdir. Və sünnədən üz döndərmək. Fikir verin, bu söz nəyi göstərir? Göstərir ki, bu əməl böyük günahdır. Çünki ümumiyyətlə hədislərdə əgər gəlirsə hansısa bir əməli edən Peyğəmbərin sünnəsindən üz döndərmişdir və s. bu, həmin əməlin böyük günah olmağına dəlalət edir. Göstərir ki, bu böyük günahdır. Və bu qədər, qardaşlar, bu hədis barədə inşallah gələn dərsimizdə digər hədisləri götürəcəyik. Allah bizi eşidib faydalardan etsin. Allah bizi bu dində sabit etsin. Allah bizi orta yolu tutub getməyi nəsib etsin. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə aleyhi və səlləm.